Göygöldə qətl hadisəsi törədilib. Rayon sakini 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunisoğlu bıçaqlanaraq qətl yetirilib. Hadisəni 80 yaşlı Mərquş Bayramovanın törətdiyi bildirilir. Hazırda Murovdağ qəsəbəsində yaşayan Mərquş Bayramova Kəlbəcərdən olan məcburi köçkündür. Cinayəti törədən qadın polis tərəfindən saxlanılıb. Hadisə şəxsi münaqişə zəminində törədilib. Bilirsiniz, mən dünən saat 12-15 dəqiqə qalmış anam mənə zəng eləyibdi. Mən işdə olmuşam. Gəlmişəm ki, hadisə yerində qonşunun qapısında qardaşımı vurublar, bıçaqlayıblar, arxası üstə uzadıblar, kurqasını əynindən çıxardıb, arxasına atıblar. Mən də gələn müddətdə orada bir qoca arvaddır, bir də nəvəsi olubdur. Nəvəsi də mənə kömək eləyib, meyidi gətirmişəm, anamla yaşadığı qardaşımın öz evinə gətirmişik. Yəni bu işlərdə mən şübhəliyəm ki, yaşlı bir arvadın onu öldürməyə cəsarəti çatmaz, heç gücü də çatmaz. Çünki mənim qardaşım elə bir bayavoy oğlandı ki, yəni bir 5 nəfər, 10 nəfərə də cavab verəsi oğlandı. Burada şübhəli məqamlar var. Mən xahiş eləyərdim ki, bunu diqqətlə araşdırsınlar, haqq ədalət yerini tapsın. Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi başlanılıb. Cabir Məmmədov, İlham Məmmədzadə, Səs TV, Göygöl.